Hər birinizə salam, əziz Turan Qastroturizm Akademiyasının tələbələri. Bugün biz birlikdə mətbəxin ən dərinliklərini eləcəyik, uğurlu bir menyunun pərdə arxasında hansı sirlər gizlənir, gəlin kəşf edək. Çox vaxt elə bilirik ki, menyu sadəcə yeməklərin bir siyahısıdır, elə deyilmi? Amma əslində bu cümlə hər şeyi özətləyir. Menyu sizin restoranınızın ürəyidir. O, sadəcə bir kağız parçası deyil, bütün biznesinizi idarə edən ən əsas sənəddir. Bəs bugünkü yol xəritəmizdə nələr var? Öncə menyunun əslində nə qədər güclü bir alət olduğunu danışacağıq. Sonra isə mətbəxin 3 böyük sirrini bir-bir açacağıq. Qızıl üçbucaq, mətbəxin qanunu və əsl xərc hesabı. Ən sonda isə bütün bu bilikləri öz kulinariya planınızda necə istifadə edə biləcəyinizə baxacağıq. Hazırsınız? Yaxşı, niyə menyu semiyə biznes planı deyirik? Çünki məsələ çox sadədir əslində. Sizin hansı ərzağı alacağınız, mətbəxə neçə aşbaz lazım olduğu, hətta hansı qab-qacağı seçəcəyiniz, bütün bu qərarlar birbaşa menyudan asılıdır. Yəni o həm sizin yol xəritənizdir, həm də müştərilərinizi cəlb edən çox güclü bir marketinq alətidir. Və gəldik, çatdıq ilk sirrimizə. Bu menyu psixologiyasıdır. Yəni, müştərilərin seçimlərini onların özləri də fərqinə varmadan necə istiqamətləndirə və beləcə satışları artıra bilərik, gəlin menyuya müştərinin gözü ilə baxaq. İndi bir anlıq dayanın və ekrandakı bu menyuya diqqətlə baxın. Təsəvvür edin ki, restorandasınız və bu menyunu əlinizə almısınız. İlk olaraq gözünüz hansı hissəyə sataşdı? Biraz düşünün. Cavab sizi həqiqətən də təəccübləndirə bilər. Baxın, işin sirri qızıl üç ucaq nəzəriyyəsindədir. Araşdırmalar göstərir ki, demək olar, bütün insanlar menyuya baxanda eyni yolu izləyir. Gözümüz əvvəlcə səhifənin düz ortasına, sonra instinktiv olaraq sağ yuxarı küncə, sonda isə sol yuxarı küncə baxır. Bu, proqnozlaşdırıla bilən bir davranışdır. Yəni, qısası biz nə etməliyik? Ən çox pul qazandıran, ən çox satmaq istədiyiniz o imza yeməyinizi götürüb, bax bu 3 nöqtəyə, yəni qızıl üçbucağın içinə yerləşdirməlisiniz. Bu, çox sadə, amma satışları arttırmaq üçün inanılmaz effektiv bir taktikadır. Birinci sirri öyrəndik. İndi isə keçirik ikinci, bəlkə də ən vacib sirrə, mətbəxin qanununa. Hər bir peşəkar mətbəxin bir konstitusiyası var. Məhz bu qanun keyfiyyəti və sabitliyi təmin edir və onun adı standart reseptdir. Gəlin gözümüzün qabağına 2 aşbaz gətirək. Biri hər şeyi göz qərarı ilə edir. Bir çimdik duz, bir ovuc ədviyyat. Nəticə, yemək bir gün möhtəşəm olur, sabahı günsə duzlu. Müştəri məmnuniyyəti isə şansdan asılı qalır. Digər aşbaz isə tərəzi ilə hər şeyi qram-qramla ölçərək işləyir. Onun hazırladığı yemək isə hər dəfə eyni, mükəmməl dadlı olur. Bax, peşəkarlıq budur. Və budur, mətbəxin dəyişməz qızıl qaydası, mütləq yadda saxlayın. Standartlaşdırma bərabərdir keyfiyyət. Müştəri sizin restorana ikinci dəfə gələndə, keçən dəfə yediyi o ləzzətli yeməyin eynisini gözləyir. Bu sabitliyi təmin etməyin yeganə yolu isə standartlaşdırmadan keçir. İndi isə gəldik işin maliyyə tərəfinə. Üçüncü sirrimiz birbaşa cibinizlə bağlıdır. Bu hissəni çox diqqətlə dinləyin. Çünki aldığınız məhsulla sata bildiyiniz məhsul arasındakı fərqi anlamasanız, pulunuzu sözün əsli mənasında zibil qutusuna atmış olarsınız. Gəlin 2 vacib termini aydınlaşdıraq. Birincisi AP, yəni as purchased. Bu nə deməkdir? Bu sadəcə bazardan və ya təchizatçıdan aldığınız məhsulun çirkli, təmizlənməmiş ilkin çəkisidir. Məsələn, bir kisə torpaqlı kartof. İndi o bir kisə kartofu götürürük və başlayırıq təmizləməyə. Qabıqlar, kəsilən hissələr hara gedir? Zibilə. Amma bu sadəcə zibil deyil. Bu, verim itkisidir və sizin birbaşa xərcinizdir. Axı siz o qabıqların da pulunu vermişsiniz. Məsələn, 1 kilo AP kartof alırsınız. Təmizləyəndən sonra əlinizdə qalır 800 qram. İtən o 200 qram sizin zərərdir. Yerdə qalan və müştəriyə sata biləcəyiniz o 800 qram isə AP, yəni edible portion, yeməli hissə adlanır. Və hər bir aşbazın, hər bir menecerin beyninə yazmalı olduğu maliyyə qaydası budur. Siz yeməyin maya dəyərini hesablayanda aldığınız AP çəkiyə görə yox, təmizlədikdən sonra əlinizdə qalan halis AP çəkiyə görə hesaplamalısınız. Mənfəətli bir biznesin sirri məhz bu detalda gizlidir. Sizin əsl xərciniz budur. Beləliklə, əlimizdə 3 güclü alət var. Psixologiya, standartlaşdırma və riyaziyyat. İndi gəlin bu 3 sirri birləşdirək və baxaq görək, uğurlu bir kulinariya strategiyasının təməlini necə qura bilərik. Gəlin, öyrəndiklərimizi qısaca ümumiləşdirək. 1. Qızıl üçbucaqla ağıllı satış edirik. 2.
standart reseptlə keyfiyyəti həmişə yüksək səviyyədə saxlayırıq. Və 3. AP ilə EP arasındakı fərqi bilməklə pulumuza sahib çıxırıq. Bax, bu 3 məqam sizin gələcək karyeranızda ən etibarlı kompasınız olacaq. Və sonda sizi bu sualla baş-başa buraxmaq istəyirəm. Sabah öz mətbəxinizə rəhbərlik edəndə menyunuza necə baxacaqsınız? O, sadəcə sıradan bir yemək siyahısı olacaq, yoxsa biznesinizi zirvəyə daşıyan gizli silahınız? Unutmayın, bu seçim tamamilə sizin əlinizdədir.